Əgər ailədə xoşbəxt deyilsənsə, səbəb bu 15 amildir. Bir-birinizdən dost deyilsiniz, dərdləşmirsiniz, söhbət etmirsiniz, bir-birinizə vaxt ayırmırsınız, bir-birinizin səhvlərini bir-birinizə hədiyyə etmirsiniz, onunla bağlı müzakirə aparmırsınız, çıxış yolu tapmırsınız, axtarmırsınız, bir-birinizə hədiyyə almırsınız, uşaqların yanında, ailə qohumlarının yanında bir-birinizi təhqir edirsiniz, alçaldırsınız, uşaqların yanında bir-birinizin başına qışqırırsınız, səhvlərinizi, iradlarınızı qəbul etmirsiniz, təkəbbürlüsünüz, bir-birinizə dəstək olmursunuz, ruhiyyə vermirsiniz, təşəkkür etmirsiniz, gözəl işləri görmürsünüz, gözəl əməlləri görmürsünüz, ancaq mənfiləri görürsünüz və onun üzərində fokuslanırsınız. Telefona, dostlara ayırdığınız vaxtdan kəsib ailəyə vaxt ayırmırsınız. Ancaq enerjinizi, vaxtınızı telefona, dosta, mənasız, faydasız, əhəmiyyətsiz işlərə ayırırsınız. Əhəmiyyətli iş isə geridə qalır. Verdiyin sözlərə əməl etmirsən, əhdlərə əməl etmirsən, sözünü tutmursan, kəlməvi tutmursan, qarşı tərəfi narahat edirsən və hər gün qulaq ardına vurursan. Bir-birinizə vaxt ayırmırsınız, istirahətə getmirsiniz, bir-birinizdən vaxt keçirmirsiniz və səndə bəzi mənfi xüsusiyyətlər var. O mənfi xüsusiyyətləri islah etməlisən. Bu mənfi xüsusiyyətlər qarşı tərəfi bezdirib, yorub, əsəbiləşdirir, narahatçılığa səbəb olur. Sən əgər bu mənfi xüsusiyyətləri özündən təmizləsən, ailədə mehribançılıq olacaq, səmimiyyət olacaq. Hər gün bu mənfi xüsusiyyətlərin qarşı tərəfi bezdirib, yorub. Düzdür, istisnalar var, amma bunların əksini geçsək, ailədə xoşbəxt olarıq və ən əsası da Allah bizdən razı olaq. Qarşı tərəfi sevindirək, ona hədiyyə alaq, xoş əxlaqlı olaq ki, Allah da bizdən razı olsun və Allah da öz xeyir bərəkətini, ruzisini üzərimizə nazil eləsin.